Təşkilatı dəstək Bermud Electronics. Bura haradır? Tələsmə də görəcəksən. Tələsirsən sən. Düş, çatdıq. Bura haradır? Zavoddur. Kərpi düzəldirlər. Korsan görmüsən aradı. Bəs biz idarəyə getməliydik axı. Nə var idarədə? Cəmaət oradan qaçır, sən də öz xoşunla ora getmək istəyirsən. Düş. Uşaq. İsrafil? Xanlar. Adımı bu qoyub. Ona görə də adımdan çağırır. Bağışlayın İsrafil müəllim. Bədirxan deyir ki, Cavirin dostları ifadələrini dəyişəcəklər. Mən də səni göndərəcəm içəri. Düz deyir Bədirxan. Bədirxan kimdir? İfadəvi kim alıb? Cavid müəllim. Yəni, ifadəni dəyişmək ehtimalın var? İfadəmi dəyişsəm heç mənim üçün də yaxşı olmaz. Adama deyərlər dolamısan bizi. O gün başqa söz deyirdin, bu gün başqa söz deyirsən. Amma mən səndən bayaq soruşanda ki, əminsən ki, ifadəni dəyişməyəcəksən. Sən nə dedin, yadıma gəlir? Dedin ki, kim nə bilir sabah başına nə gələcək? Hər şey ola bilər. Elə dedik xanlar. Sən öl elə dedi. Sən öl dediyim kimi cavab verdi. Xanlar, onda niyə gözləyirik? Hə Röşən, Əfqan,
Bu qədər səbirlisən? Yox, İsrafil. Səbirsizəm. Davaya oturum maşına getdik. Cəld olun. Gözlüyün öldürüm ölməyib hələ. Qanaxmadan öləcək, hə? Benim günahım yok idi axı. Beni niye vurdunuz? Anam ağlayacak axı. Yemin elədiniz. Benim hiçbir günahım yok idi. Allah evde beni gözlüyordu. Cahat! 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 Eşidirəm Bəşir. O gün niyə getdin? Dedim axı gözdə səndən işim var. Mən səninlə danışmaq istəmirdim. Nə bilirsən? Bəlkə sənə deyiləsə şad xəbərin var idi. Sən öz sözünü demisən bizim ailəyə. Peşman olmuşam. Səhvimi başa düşmüşəm. Necə ki dağıtdım ailəvizi, elə də yenidən quracam. Necə? Sən elə yıxdın ki bizi, bir də ailə xoşbəxtliyimizi heç vaxt qaytara bilməzsən. Mən səni atanla görüşdürmək istəyirəm. Elə məsciddə onu deyəcəkdim sənə. Çevrilib baxdım ki, gedmisən. Sən onu bazarmazsan. Haradan bilirsən harada yaşayır? Allah bilir nə məqsədlə gəlmirsən həyətimizə. Ev də özümüzün deyil ki, əlimizdən alıb satasan. Olmadı ki, mən həmdən həmə, sən dəmdən dəmə. Yığışın gedirik. Hara? Atanla görüşdürəcəm sizi. Maşında gözləyirəm.
Qaqa, burada niyə düşürsən ki? Bir qız var, onunla görüşməliyəm. Rövşən qaqa, sən belə işlərin də var imiş. Hərdən olmalıdır da. Get kef elə, axşam görüşərik. Yaxşı. Lanet olmayın, kimler gelecek? Döz biraz, döz. Zahid, mən sənə nə söz vermişdim? Bəşir, bilmirəm nə deyirsən. Beynim yorulub fikirləşməkdən. Nə söz vermişdin ki? Gəlin. Bağışla biz ata. Qurban olun, bağışla. Mən kinli adam deyiləm oğlum. Allah bağışlayanları sevər. Sən mənim yeganə oğlumsan. Mən sizi bağışlamışam. Allah bağışlasın sizi. Ata, gedək də evə. Bəşir əmi, mən atamı evimizə aparıram. Hələ yox. Qoy tam sağalsın. Özüm gətirəcəm sizə. Nərgiz, sən niyə yaxın gəlmirsən? Xəcalət çəkirəm. Utanıram səndən. Gözlərimin içine baxa bilmirəm. Gəl otur yanımda. Sənlə deyiləm Nərgiz.
Yaxın otur. Bəşir, sən mənə dünyanı verdin. Ömrüm boyu sənə borclu olacağım. Çox şadam ki, az da olsa, gec də olsa, yaxşılığım dəydi sənə. Hər insan dinclik verir insana. Kimi gedişi ilə, kimisə gəlişi ilə. Bir Allah şahiddir ki, indi mən necə xoşbəxtəm. Nə qədər pul alacaqsan məndən? Baxır kimi vuracağım. Ay ki, sənin neyvə lazımdır kimi vuracaqsan? Ya işimi gör pul val da. Mən vurduğum adam haqqında bilməliyəm. Bədirxanın həyat yaradıcılığı haqqında kitab yazdırmıram sənə. Tanımasan da olar. 30.000 verərsən. 10.000 bəssindir. 30.000-dən bir qəpik də aşağı olmayacaq. 15.000. Allah xeyir versin. Sən elə bir Vasmoyun bazarından aptavoy kələm alırsan. Mənlə qiymət danışırsan. 30.000. Gəsən belə elə. 25'ə razılaşaq. Sənlə bizimki alınmaz. Başqasını taparsan vurar. Alsın 30.000. Gəl. Bu başqa məsələ. Elə bil. Elə bil valla biraz baha elədik, hə? Sən elə gəlmir. Bir dayağa dursam, saxlaya bilməyəcəksən. Gedəcəm. Əş. Sən Allah saxlasın. Bir ətək pul verirəm. 5 aşağı 5 yuxarı razılaşmalıyıq da. Haçan vuracaqsan? Pulu aldığım gündən saysaq, bir həftə içində. Sən belə elə. Vur, gəl pulu götür. Sən də belə elə. Yarısını ver vurum, qalanını da sonra verərsən. Yaxşı. Danışdıq. Razılaşdıq. Bir həftəyə Bədirxanı vur. 8-ci günə qalsan. Bax, vursan da pul alacam səndən. Qalmaz, narahat olma. Bugün günorta ayanla görüştüm. Niyə? Sen benim dostumsan. Senin problemin benim problemim olmalıdır. Nə danışdınız? Xəstəxanadakı oğlanın adını bilmək istedim. Mən onunla görüşüb danışmışam. Sənin Səyidlə görüşüb danışmamın yeri yoxdur. Görüşdüm bayaq. Naxaq yerə. Sən məni pis vəziyyətdə qoyursan axı. Uşağam mən. Ramal əsəbləşmə, uşaq deyilsən. Bilirsən kimdir o? Bilmirəm, bilmək də istəmirəm. Məcidin oğludur. Səyiddir də Mənsurun qardaşı. Nə Mənsuru tanıyıram, nə də Məcidi. Amma mən onları yaxşı tanıyıram. Atası çox yaxşı adam idi. Pulunu saymaq kimi çıxmasın. Həm də çox varlı adam idi. Təxminən 3 il bundan qabaq pis xəstəliyə tutulub dünyasını dəyişdi. Allah rəhmət eləsin. İndi neyniyim? Atasına görə susum? Yox, susma. Mən dedim ki, sus. Bu sənin şəxsi həyatındır.
Əslində mən qarışmamalıyam. Amma sənə bir şey də deyim ki, Səyid daha sizə mane olmayacaq. Yaxınlaşmayacaq ayana. Nəzarət eləyəcəm onsuz da. Bir şey hiss eləsəm, təpimin altına salıb döyəcəm Səyidi. Xəstə adamı döyməyə çətin olur axı. Nəyi var döyərsən? Boşaldarsan ürəyi. Bugünə qədər kimi döymək istəmsən, döyə bilməmsən, ürəyində qalıb. Hirsivi Səyiddən çıxardarsan. Xəstə Əlil Səyiddən. Məhin, yatımsan? Nə tez yatdın? Maraqlı kilo olacaq. Baxmayacaqsan? Ağlayırsan? Niyə ağlayırsan yenə? Nə olub? Heç nə. Bilmirəm. Başım ağrıyır. Mən sənə dedim də gedək həkimə. İstəmirəm. Qalx. Qalx indi gedək. Yox, keçdi. Hazırlaş. Gedirik həkimə. Keçdi. Hər şey qaydasındadır. Yəqin çox fikir edirəm. Ondandır. Nəyin fikrini edirsən? Öz axırımı fikirləşirəm. Görürsən mənim axırım nə olacaq? Sən ailə quracaqsan, uşaqların da olacaq. Mənim kör pişiyim də qalmayacaq məndən yadigar. Mən heç vaxt evlənməyəcəm ay qız. Nə olsun uşağın olmur? Uşağa görə ailə dağılmaq kişilikdən deyil. Allah bilən məsləhətdir. Adam var ki, 10 ildən sonra olur uşağı. Öldür məni ay Allah. Allahın qismətindən kim xəbərdardır ki? Beynim partlayır. Qalx indi gedək. İstəmirəm. Ola bilər haçansə mənim də uşağım olsun. Əlbəttə ola bilər. Ağ həkimlər deyiblər, heç vaxt olmayacaq. Mən Allahın qismətindən danışıram. Sən də deyirsən, həkimlər belə gəldi, elə getdi. Dedilər uşağın olmayacaq. Mən də hər şeydən ümidimi üzdüm. Nahaq yerə. Mən də istəyirəm evimdən körpə səsi gəlsin. Mən də analıq hissini yaşamaq istəyirəm. Hamı kimi mən də ana olmaq istəyirəm. Hər gün Əl-Vaskoya dua elə. O bizə şax damarımızdan da yaxındır. İstə ondan. Nə istəyirsən verər inşallah. İstə. Verəcək. Əsas odur ki, ürəkdən istə.
narahat deyinəm. Bəlkə həkim çağıraq. Çağıraq da. Yox. Həkim ona kömək eləyə bilməz. O darıxır. Niyə darıxır ki? Arif, bəlkə bir maraqlı monoloq deyəsən. Hə. Deyim də. Sakit olun. Lazım deyil. Sakit olun. Danışmayın, bəsdir. Dedim ki, lazım deyil. Sakit olun, bəsdir. Danışmayın. Vətən, istəyirsən, Hüseyin sənin üçün şən mahnı oxusun. Oxu Hüseyin. Sən oxuyanda mən onları görürəm. Oxu. Oxu Hüseyin. Oxu. Sən coşqun dənizsən, yoxsa bir ada. Sən sirli nəğməsən, yoxsa bir səda. Odur ki, illərlə dolu dünyada. Tək sənin sirrini bilən olmuşam. Sənin gülüşünə gülen olmuşam. Alışıp yanan mən olmuşam. Sirrini bilen mən olmuşam. Mən olmuşam. Sirrini bilen mən olmuşam. Alışıp yanan mən olmuşam. Mən olmuşam. Elə ağlamaq alnımıza yazılıb. Niyə? Niyə heç bir gündə olsun sevinmirik? Sen gezen yolların yolcusuyam ben. Sen gezen dağların Mən də hər gün atamı görürəm yuxuda. Sen baxan Amma dözürəm. Çünki dözməliyəm. Gözləyirəm. Senin üçün alışan Hüseyin deyən günü gözləyirəm. Hüseyin deyib ki, az qalıb. Mən sən olmuşam. Alışıp yanan mən olmuşam. Yoluna baxan mən olmuşam. Mən olmuşam. Vətən, elə bilirsən ki, mən yuxularımda görmürəm ailəmi. Görürəm. Hər gün görürəm. Amma da özürəm. Mənim yerimə kim olsaydı, çoxdan dəl olardı. Mən olmuşam. Bu da belə.
Görürsən qaqaş, heç cür zibildən qutara bilmirik. Bilmirik özümüzü düşmənlərimizdən qoruyaq, yoxsa ki dostlarımızdan. Ey, xəstə yanı gəlmişik. Elə söhbət ki, könlü açılsın. Ey, mən birincisi sənlə danışmıram. İkincisi də ki, danışma fikrim də yoxdur. Sən də mənlə danışma. Bir də əl boyda daşa görə. Adam dostluğunu itirməz. Daşdı da, vırdım bəyəm səni. Uzadırsan elə. Yenə mafiya yığışıb bir yerə. Cavid müəllim, biz adi vətəndaşlarıq. Mafiyoz nədir? Gəlmişik dostumuza dəyməyə. Başınız problemlərdən ayılmır ki. Gah dostlarımızdan birini öldürürlər, gah da birini bıçaqlayırlar. Bu da o deməkdir ki, siz adi vətəndaşlar kimi dinc yaşamırsınız. Üzr istəyirəm. Qaralamısınız bizi. Belə pis çıxmasın. İsrafil! Bədirxan müəllim? Salam aleyküm. Salam. Salam aleyküm. Sən burada nə edirsən? Cəlilin yanına gəlmişsən? Nə Cəlil? Cəlil də öldürdüyümüz Cabirin dostu. Rəhs olmadı ki. O barədə danışmışdıq da. Qadan alım. Uşaqlar da izahatlarında yazıblar ki, Cabiri vuran adamı tanımırıq. Cəlil buradadır ki? Hə, buradadır. Sırağa gün bıçaqlanıb. Görsən xanlar, biz yatmışıq fil qulağında. Heç nədən xəbərimiz yoxdur. Mən də elə bildim xəstəyə dəyməyə gəlmişsiniz. Yox, dədəmə dəyməyə gəlmişik. Xəstələnib? Yox, xəstələnməyib. Dədəmin də bura. Nə gözəl. Gözəl gününüz olsun, Bədirxan müəllim. Elə gəlmişkən bəlkə xəstəyə də dəyəsiz. Əgər vacib işiniz yoxdursa. Əslində işimiz var idi, Bədirxan müəllim. Amma Cəlilin xətri mən həmişə çox istəmişəm. İsrafil, dəyməyimiz məsləhət olar məncə. Onda buyurun. Buyur. Cəlil, necəsən? Yaxşısan? Danışa bilmirsən? Səni vuran adamları tanıyırsan? Kağız qələm versə yadlarını yaza bilərsən? Bir dənə bağışlayın. Qardaşım, tanıyırsansa deyə kim vurub. Qoy bunlar da bilsinlər. Burada nə var ki? Cəlil düz deyir də. Nə bilsən dinə. Gətirdim cinayətin səbəbkarlarını. Bədirxan müəllim, dədəmin canı üçün duz zarafatlarınız var, Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Salam əleykum. İsrafil atasının yanına gəlmişdi. Xəstəxana bunlarındır. Mən də tutub gətirdim ki, xəstəni görsün. Nətərsən başına dönüm. Nə olubsa qadın al. Yazıq uşaq.
Mən bayaq sənə dedim axı bıçaqlayıblar. İnşallah 5-10 günə düzələr. İnşallah düzələcək. Onu vuran adamın, yad adamların, adların bir-bir deyəcək. Desin də, nə? Reis, özüm ölüm biz də elə onu istəyirik ki, cinayətkar cəzasını alsın. İsrafil, kim vurubsa, alacaq cəzasını. Sən narahat olma onun yerinə. Cəlil qaqaş necəsən? Qoy özünə gəlsin, deyəcək necədir. Nə qədər istəsəz danışacaq. O da danışacaq, siz də danışacaqsınız. Yaman atırsınız ha. Aman haq yerə. Bizlik bir şey yoxdur. Yoxdursa, sən niyə narahat olursan? Narahat deyiləm. Hər şey əladır. Yaxşı, biz gedək. Şahin, sən xəstənin yanında olarsan. Sənin icazın olmadan heç kəs palataya girməsin. Aydındır, cənab mayor. Ya Allah, hamı çıxsın bayra zəhmət olmasa. Buyurun. Zəhləm gedir İsrafilin sifətindən. Elə mənim də. Ürəyimə damım ki, göndərəcəm onu çəri. Turhan, sən məclisin mühafizətçisi olmusan. Aliyə yaxın adam olmusan. Mənsur lazımdır mənə. Yerini yurdunu bilmirsən. Elə mən də onu axtarıram, Rəşid müəllim. Necə tapmaq olar onu? Tanış adam var, polis mayorudur. Xahiş eləmişəm, söz verib ki, tapacaq. İş dəyər tapsaz, məni də görüşdürün Mənsurla. Xeyirdi mi? Atası pul vermişdi mənə. Qaytarmaq istəyirəm. Çox yaxşı olardı. Bir dəfə gördüm Mənsuru, çox pis vəziyyətdə idi. Mən də görəndə çox kəsbiyana geyinmişdi. Özü də deyəsən döymüşdülər. Ağzı burnu qan içində idi. Allah kömək olsun. Allah kömək olur deyəsən. Mən onu axtarıb atasının pulunu qaytaracağım. Əvvəlki vəziyyətinə qalxmasa da, xeyli özünə gələr. Nə qədərdir pul? 800 min manat. 800 min manat? Ha. Rəşid müəllim, vallahi əl olar, yazıqdır. Sənə söz verən adam Mənsur tapan kimi xəbər elə mənə. Baş üstə, mütləq. Bugün sevindirdiniz məni. Sən də Mənsuru tap, məni sevindir. İnşallah. Allahu Ekber, Allahu Ekber. Selamun Aleyküm Rahmetullah. Selamun Aleyküm Rahmetullah. Ya Rəbb, bu günümüzə də şükür. Ya Rəbb, mən sənə qarşı heç vaxt nankörlük eləmədim. Ya Rəbb, hər nə bəla ilə üzləşdim, şükür etdim. Sən mərhəmətlilərin mərhəmətlisi, rəhimlilərin rəhimlisisən. Bizi heçdən yaradan sənsən. Bir göz qırpımında belə bizi nəzərindən kənar qoyma. Bu günümüzə də şükür. İslam, sən yenə şükür edirsən? Bundan da pis gün var ki. Var Mənsur, var. Niyə yoxdur ki? İndi sənə bir sual verəcəm, cavab verərsən. Buyur.
Təsəvvür elə ki, malın, dövlətin, hər şeyin var. Milyonçusan. Amma gözlərin görmür. Ayaqların da şikəstir. Bir gün rastıva yaxşı bir həkim çıxır. Deyir, ver bütün malımı, dövləti mənə, mən səni sağaldım. Eləyirəm anadan gəlmə. Verərsən, verməzsən. Verərəm. Dişin ağrıyır. Gedirsən həkimə. Çıxardır o xarab dişi, yerinə bir süni diş qoyur. Süni dişə görə 100 dəfə şükür edirsən. Həkimə sağ ol deyirsən. Gör Allah Taala sənə nələr verib. Sağlam əlin, ayağın, gözün. Bu şeylərə görə bir dəfə şükür eləmisənmi? Şükür elə. Sən də şükür elə. Allah şükür edənləri sevər. Şükür bugünümüzə də. Cəlil, sən vuran adamların adını bizə desən, yəni kağıza yazsan, bizim də işimiz yüngülləşər. Kağız qələm verim? Yaz adını, yaz. Tanımıram. Olmadı ki bu. Sən bizə kömək eləmək istəmirsən? Yaxşı heç olmasa səni xilas eləyən adamın adını yaz. Kim səni yaralı vəziyyətdə görüb, təcili yardıma zəng vurub? Kimdir o? Olar? Yox, olmaz. Tanıyırsan bunu? Gəl 5 dəqiqə otur get. Cəlil, necəsən? Hardan tanıyırsan Cəlili? Çoxdan tanıyıram. Mənsurun yanında görmüşəm. Mən bildiyimə görə Mənsurla İsrafilin münasibətləri o qədər də yaxşı olmayıb axı. Səndəki İsrafilin yaxın dostusan. Nə əcəb Mənsurun dostunu görməyə gəlmisən? Mən onların münasibətinə qarışmıram. Burada da öz insanlığımı göstərmək istədim. Bayaq hardan bildin ki, Cəlil yaralı vəziyyətdə kərpic zavodunun həyətindədir? Mən heç nə bilməmişəm. Onu sizə kim deyib? Cəlil dedi ki, sən ona kömək eləmsən. İsrafil Cəlili vuranda sən yanlarında olmusan. Yalan deyir. Mən Cəlilin yaralı olduğunu burada bilmişəm. Zarafat eləyirdim. 5 dəqiqə vaxt vermişdim görüşməyimizə. Keçərdə yəqin. Bəlkə də 6-cı dəqiqəyə keçib. Gedim mən.
Sağ olun. Yaxşı yol. Sağ ol Zəlil. Cəlil, susma da. Adların çək tutaq basaq çəri. Ha, özünü də incidirsən bizi də. Yaxşı sus. Sən dedin, demədin, onsuz tapacaq onların hamısını. Hər şey qaydasındadır. Qorxulu içinə yoxdur. Həkim, başımda ağrılar olur və sonradandır. Yəqin yorulursunuz ya da çox fikir edirsiniz. Hə, çox fikir edir. Soruşmaq ayıb deyilsə, nəyin fikrini edirsiniz? Əgər mümkünsə deməyək. Əlbəttə, mən şəxsi işlərə qarışa bilmərəm. İxtiyarım çatmır ona. Bağışlayın, siz nazirlikdə işləyirsiniz? Bəli, həkim. Nazirlikdə işləyirəm. Sizdən bir nəfəri soruşacaqdım. Buyurun. Xanım etiraz eləməsəydi, bu barədə kənarda danışardıq. Buyurun, mən burada gözləyərəm. Buyurun, keçək mənim otağıma. Buyurun, əyləşin. Həkim, kimi soruşurdunuz ki? Əslində heç kimi. Sizinlə təklikdə danışmaq istəyirdim. Niyə təklikdə? Mən qızın xəstəliyini üzünə deyə bilməzdim. Amma siz bayaq dediniz ki, qorxulu heç nə yoxdur. Hər şey qaydasındadır. Üzünə deməliydim ki, sən ağır xəstəsən. Gecikmisiniz. Xəstəni çox gec gətirmişsiniz müayinəyə. Biz beləyik də, ölənə yaxın gəlib deyirik ki, filan yerim ağrıyır. Həkim gör, neynirsən? Nədir qızın xəstəliyi? Beynin arxa yarım kürəsində glioblastoma işi var. Nədir ki o? Beyin xərçəngidir. Süzüp nemli gözlerini, gitti sildi izlerini, çekip menden ellerini, dönüp gitti. Gördüm hayatın yüzlerini, gece etti gündüzlerini, deyip sonuncu sözlerini, çıkıp gitti. Unuttum onun anlarını, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbeht illerimi, sevinç benden çönüp gitti. Ömür bitti, sonum gitti. Unuttum o hoş anlarımı, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbeht illerimi, sevinç benden
çölüp gitti, ömür bitti, sonum yetti.